Salam əziz Qiyam TV izləyiciləri. Bugün körpənin göbəyi çimizdirmək və bələmək haqqında bəhs edəcəyik. Körpə dünyaya gələn kimi göbəyi kəsilir və bağlanır. Göbəyi daim quru saxlamalı və quruducu vasitələrdən istifadə olunmalıdır. Əgər paltarların təmizliyinə diqqət yetirilərsə, onda oraya infeksiya düşməz. Göbəyə infeksiyanın düşməsinin əlaməti onun şişməsi, çirk etməsi və iyi verməsidir. Bu zaman hökmən həkimə müraciət etmək lazımdır. İlk aylarda körpənin çox ağlaması səbəbilə onun göbəyində şişlik əmələ gəlir. Bunu aradan qaldırmaq üçün onun göbəyini bağlayın. Bir müddət sonra göbək əvvəlki vəziyyətinə qayıdacaqdır. Körpəni çimizdirmək. Ləyənə təmiz və isti su tökün. Suyun istilik dərəcəsini su ölçən termometrlə ölçün. Onun istiliyi 26-27 dərəcə olmalıdır. Körpənin başını və bədənini təbii uşaq sabunu ilə yuyun. Körpənin başını və bədənini təbii uşaq sabunu ilə yuyun. O ilk vaxtlar çox ağlasa da, sonralar çimməkdən həzz alacaq. Bəzi analar uşağı tez-tez çimizdirməyə qorxur. Onu xəstələnəcəyini fikirləşir. Amma bu düzgün deyil. Uşağın özünü yaxşı hiss etməsi və rahat yatması üçün onun çimməsi çox vacibdir. Uşağın üzərinə suyu bir dəfəyə tökməyin. Onu qorxuda bilərsiniz. Çimizdirəndən sonra onu tez qurulayıb geyindirin. Unutmayın ki, hər dəfə çimizdirməzdən əvvəl uşağın qulağına yağlı pambıq qoymaq lazımdır. Onu qurulayan zaman dəsmalı onun bədəninə sürtməyin. Onu dəsmala büküb qucağınızda saxlayın. Qulaqların arxasını, qoltuqların altını, budların qırış hissələrini və boğazın qırışlarını ehmalca və yaxşı-yaxşı qurulayın. Çimizdirən kimi uşağa çox paltar geyindirməyin ki, tərləməsin. Qalın paltarı çimizdirəndən yarım saat sonra geyindirin. Çimizdirdikdən sonra körpənin qulaq və göbəyini yaxşıca qurulayın. Körpəni bələmək. Uşağı bələmək həm psixoloji, həm tərbiyəvi və həm də cismi cəhətdən zərərlidir. Bu barədə bəzi alimlərin fikirlərini burada misal gətirmək yerinə düşərdi. Birincisi, doktor İbrahim Əmini deyir ki, uşağın həyatda olduğu 2 il əzələlərin məşqi ilidir. Körpə sərbəst hərəkət etmək, əl-qolunu oynatmaq istəyir. Körpənin paltarları gen və yumşaq olmalıdır. Körpəni bələmək azadlığı onun əlindən alır. Əsəblərinə mənfi təsir göstərir. Azadlığı əlindən alınmış körpənin ağlamaqdan başqa çarəsi qalmır. Bu cür əsəb narahatlıqları onda kobudluq və əsəb pozuntularına zəmin hazırlaya bilər. İkincisi, Jean-Jacques Rousseau deyir ki, elə ki, körpə ana bətnindən xaric olub azad şəkildə bədən üzvlərini hərəkət etdirmək istəyir, onu yenidən azadlıqdan məhrum edib əl-ayağını bağlayırlar. Onun əl-ayağını uzadıb bir miqdar parçanı bədəninə büküb elə bağlayırlar ki, heç bir tərəfə tərpənə bilmir. Körpə üzvlərinin işlək olması üçün onları hərəkət etdirməyə ehtiyaclıdır. Baxmayaraq ki, onun əl-ayağını uzadırlar, amma bununla onların hərəkətinin qarşısını almış olurlar. Bununla da körpənin inkişafa meyilli olan daxili orqanları güclü maneə ilə üzləşir. Körpə ardıcıl olaraq nəticəsiz hərəkətlər edir. Bu isə öz növbəsində onun enerjisinin hədər getməsinə və inkişafının gecikməsinə səbəb olur. O, ana bətnində olarkən yeri bu qədər dar deyildi. Görəsən, körpə doğulması ilə hansı mənfəəti ələ gətirmişdir? Hərəkətsizlik və körpənin bədəninə olan təzyiq onun qan dövranına və cinsiyyət orqanına təsir edib uşağın inkişafına mane olur. Böyük alimlərdən biri öz gəlininə belə nəsihət etmişdir. Uşağı çox geyindirirsiniz. Uşağı təbiətlə uyğunlaşdır. Gəlini deyir, həmişə mənə irad tutar və deyərdi. Sən bu işinlə uşağı xəstələndirəcəksən. Qoy uşaq azad olsun.
çətinliklər içərisində böyüyən uşaqlar firavanlıqla böyüyən uşaqlardan daha sağlam olurlar. Deməli, körpələri həm bəsləmək, həm də dar və qalın paltarlar geyindirmək onların rahat hərəkətinin qarşısını alır. Onları həm cismi, həm də ruhi cəhətdən sıxıntıya salır. Bundan əlavə qeyd etməliyik ki, mütəxəssislərin fikrincə qız uşaqları bələnən zaman onlarda çanaq hissəsinin istənilən formada inkişafına maneə yaranır. Bu da gələcəkdə hamilə olan zaman onlarda doğuşla bağlı problemlər yaradır. İndi gənc analar körpələrini bələmək istəmədikdə böyüklər buna maneə olur. Uşağın əl-ayağının əyri qalacağını və sair kimi fikirlər səsləndirirlər. Bilməliyik ki, bunların heç bir elmi əsası yoxdur. Siz uşağı bələmədikdə ona fəslə uyğun paltar geyindirə və bir dəfəlik uşaq bezlərindən istifadə edə bilərsiniz. Uşaq bezləri uşağın çəkisindən asılı olaraq müxtəlif ölçülərdə olur. Bunun üçün siz öz körpənizin çəkisinə uyğun olaraq bez seçməli, seçim zamanı isə onun rahatlığını nəzərə almalısınız. Yaxşı olar ki, nazik bezlərdən istifadə olunsun. Bu cür olduqda o paltarın altında bilinmir və uşağın rahat hərəkət etməsinə kömək edir. Bəzən bir dəfəlik bezlərdən istifadə olunmasının uşağa ziyanlı olduğunu bildirirlər. Siz bunun üçün hava keçirən bezlərdən də istifadə edə bilərsiniz. İndi demək olar ki, bütün analar bu cür bezlərdən istifadə edirlər. Lakin siz çox qorxursunuzsa, bezləri tez-tez dəyişə bilərsiniz. Yaxud bezin içini boşaldıb, içinə pambıq qoya bilərsiniz. Məsələn, onları 3-4 saatdan bir dəyişin. Uşağın bezlərini dəyişən zaman yaxşı olar ki, onu 10-15 dəqiqə açıq saxlayasınız. Yaxud da bir dəfəlik bezlərdən 1 yaşa qədər istifadə edin. Sonra isə parça bezlərə keçib onları qarşoka öyrədin.